Ağustafamın şəhidi Turan. Sadəcə ad kimi gəlir, hə? Amma elə deyil. Bizim yaşamamız üçün. Bizim yaşamamız üçün canından gedən igidimiz, fəxrimizdir. Hələ nə yaşamışdı ki? Hələ nə yaşamışdı ki, nə gördü? Cəmi 25 il xəyalları ilə, arzuları ilə qara torpağa nəsib oldu. Necə deyim, necə danışım bilmirəm. Bir gün Ağstafa rayonunun Yuxarı Göycəli kəndində Ulduzanan ikinci evladı dünyaya gəldi. Nur üzlü, igid qəhrəman Turanımız. Turanımızdan sonra Ulduzananın və Raqib atanın bir oğlu daha oldu. Onun da adını Ülfət qoydular. Və beləliklə 3 qəhrəman evlad. Gəray, Turan və Ülfət. Kim bilə bilərdi? Kim bilə bilərdi ki, ana və ata oğlunun cansız bədənini görəcək? Kim deyərdi? Körpə Göycəli kəndində doğuldu. Orada böyüdü. Namiq Həmzəyev adlı tam orta məktəbdə oxudu. Dərslərində böyük nailiyyətə layiq oldu. Turanımız uşaqkən vətənə layiqli övlad olmaq istərdi və oldu. Atası Raqib bəy qəhrəman oğlu ilə fəxr edirdi. Turanımız Qarabağımızı işğal olduğu tarixi görmədi. Ancaq Qarabağımızı azad etdi. Tariximizi yenilədi. Əsgərliyinə layiq olduğu kimi başa çatdı. Hərbi hissədə Gizir Məmmədi Turan olaraq davam etdi. İşini Bakıda davam etdirdiyi bir neçə il işlədikdən sonra Nərmin adlı gözəl bir qızı sevdi. Gənclər nişanlandı. Nərmin və Turan toylarının xəyalını qururdu. Elə buna görə də 11-27-2020-ci ildə toy etməyə qərar verdilər. Azərbaycanın Ali Baş Komandası Cənab İlham Əliyev 30 illik erməni tapdağı altında olan Qarabağımızı azad etmək qərarına gəldi. Hərbi hissədə çox yaxşı nailiyyət göstərən Turanımız da hərbi hissəyə çağırıldı. İlk başda hər şey çox yaxşı idi. Ta ki oktyabrın 4-ünə kimi. Turanımız ailəsi ilə əlaqə saxlamadı. Ailə bir-iki dəfə gözlədi. Ancaq əlaqə gəlmədi. Oğullarının xəbərini almayan ailə axtarışa verdilər. Nə bir axtarışa, nə də bir səsə cavab vermədi. Qohum qonşu hər kəs Ulduzananı təsəlli edirdi. Gələcəyi barədə ümidlər verirdilər. Amma gözlədiyi kimi olmadı. 11-29-2020-ci ildə Ulduzanaya bir xəbər gəldi. Sən demə çırağı çoxdan sönübmüş. Ancaq Ulduzana onunla fəxr edir. Fəxr edir ki, onun oğlu vətən uğrunda canını fəda edərək şəhidlər zirvəsinə ucaldı. Turanımızı ayın 01-12-2020-ci ildə yaşadığı ünvana tabutda gəldi. Anası Turanın toyunda oynamaq xəyalı ilə tabutunun başında oynadı. İlahi, bu anda dəhşət oldu. Qapıda bir maşın dayandı. İçəridən nişanlı Nərmin düşdü. Nərmin o qapıdan ağgəlinlik geyinib Turanla keçmək xəyalını qurmuşdu. Amma Nərmin o qapıdan hərbi formada keçib nişanlısının tabutuna sarıldı. Turan, qalx ayağa deyərək fəryad etdi. Evinə son dəfə qonaq gələn Turan göz yaşları ilə əbədi olaraq son mənzərəyə yollandı. Və beləliklə bir ulduz daha söndü. Məkanın cənnət olsun, nur üzlü şəhidim.